Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala karşıdan gelen günlerinizi size ve aynı zamanda bizlere, cəmi mümin bacı ve kardeşlerimize mübarek eləsin. Hamınız bilir ki, bugün İslam tarixində böyük bir sevinç ve bereket günü sayılır. Bugün Xanım Fatime Zəhra Salamullah Əleyhanın mübarək mövludu baş vermiştir. Bu münasibətlə bütün Müslümanları təbrik edirəm. Bu mübarək gün hər birimizə nur və bərəkət və rəhmət gətirsin. Fatime Zəhra Salamullah Əleyhanın mövludunun nuru evlərinizə sevinç, qəlblərinizə rahatlıq, dualarınıza qəbuliyyət gətirsin. Bu mübarək gün ümmətə birlik, evlərə bərəkət, qəlblərə huzur gətirsin. Yaxşı olar ki, bugün hər namaz qılan şəxslər 2 rəkət namaz qılıb, savabını Xanım Fatime Zəhra Salamullah Əleyha hədiyyə eləsinlər. Əlavə hər kəsin bir istəyi, hacəti varsa, hacət namazı qılıb Allah Teala'dan öz istəyini istəsin. Bildiyiniz məsələniz olmasa soruşa bilərsiniz. Allah Teala bizi qiyamətdə Fatime Zəhra Salamullah Əleyhadan ayrı salmasın. Söhbətimiz orada qaldı ki, 2 dənə məsələ var. Onları da sizin nəzərinizə çatdırım. Ondan sonra namaz qılmağın qaydaları haqqında danışacağım. O 2 dənə məsələdən biri namazı batil edən şeylərdir. İkincisi isə səcdə-i səhvin qaydası. İndi səcdə-i səhvdə nəyə görə baş verir, nəyə görə etməli, indi onları da sizə deyəcəyəm, sizin nəzərinizə çatdıracağım. Birinci, namazı 11 şey batil edir. Birinci, dəstəmazı batil edən, irədə demişəm də dəstəmazı nələr batil edir. Həmçinin qüslə səbəb olan şeylər. Bunların haqqında irədə demişəm. Bunlar deməli namazı batil edər. İkinci, təkfir. Yəni həmd və surə oxuyan zaman əlləri bir-birinin üstünə qoymaq. Sünnilər belə edirlər. O sünnilər ki, əllərin bir-birinin üstünə belə qoyurlar, ya belə qoyurlar, mən bilmirəm, bunlar nə tər qoyurlar. Yəni o cür qoymaq namazı batil edər. Üçüncü, qəsdən, yəni bilə-bilə qiblədən dönmək. Məsələn, başını döndərdin, bədəni döndərdin, namazın batil olar. Dördüncü, danışmaq. Hətta əgər bir dənə hərf olsa, namazı batil edər. Beşinci, qəhqəh ilə gülmək, yəni bəhsdən gülmək. Amma təbəssüm etmək namazı batil etməz. Yəni sifətin qaçması, yüngülvarı, yəni gülümsəmək xüsusiyyətləri sifətdə özün bir üzə versə, bunlar yəni namazı batilləməz. Amma qəhqəhə ilə, bərkdən səslə gülsə namazı batil eləyər. Altıncı, dünya işlərindən ötəri ağlamaq. Lakin şəxs Allahın qorxusundan, məsələn, cəhənnəmi və ya qəbir sıxıntıların ya əzabın yadına salıb ağlasa, namaz batil olmaz. Yedinci, feili kəsir. Yəni çox iş görmək, namaz üstə durubsan, məsələn, bunun mənası budur ki, burada indi deyilən kimi qoy deyim, biləsiniz, namaz qılan halda o qədər hərəkət edirsən və kənar işlərlə məşğul olur ki, buna namaz qılan adam demək olmur. Əlin üzünü aparır, başqa yerinə aparır, məsələn, əyilir, özünü o tərəf bu tərəf verir, başqa bunu çoxlu hərəkət etmək, yəni namazı batil edər. Ona namaz qılan adam demək olmur. Məsələn, başını qaşıyır, sonra düyməsini bərkidir, kəmərini çəkir, burnunu silir və s. Belə şəxsin namazı batildir. 8-ci, yemək və içmək. Amma əgər adamın ağzında yeməyin qırıntısı
və xırdaca qalığı qalsa, onu udmaq namazı batil etməz. 9-cu, həmdi oxuyub qurtarandan sonra amin demək namazı batil edər. Sünnilər yəni belə edir. Ona görə də şiələrdə namazı həmdi oxuyub qurtarandan sonra amin desin, namaz batil olar. 10-cu 2 və 3 rəkətli namazların rəkətlərinin sayında şək etmək, həmçinin 4 rəkətli namazların 2 əvvəlki rəkətlərinin sayında şək etmək namazı batil edər. 11-ci namazı təşkil edən vacibi əməllərdən birini az və ya çox etmək. Bu iş əgər qəsdən olsa namaz batil olar, səhvən olsa eybi yoxdur. Onun başqa çarəsi var. Məsələn, şəxs qəsdən səzdələrin birini və ya rüku və ya təşəhhüdü tərk etsə, namaz batıl olar. Əgər namazdakı əməllərdən biri səhvən, az və ya çox olubsa, namazı qurtarandan sonra ondan ötəri səcdə-i səhv etmək lazımdır. Səcdə-i səhv indi nəyə deyilir? Onu mən sizə də izah eləyim bugünlük. Bir şəxs namaz qılarkən hansı bir artıq və ya əskik əməli səhvən edibsə, yaxud da səhvən danışıbsa, bunlardan ötəri namazı qurtarandan sonra səcdə-i səhv etməlidir. Səcdə-i səhv etmək üçün belə niyyət edirsən. Filan işi gördüyüm üçün, ya filan əməli etdiyim üçün səcdə-i səhv edirəm. Vacib qürbətən ilallah. Sonra başını səcdəyə qoyub deyirsən, yəni səcdə alnını möhrə qoyursan. 7 əza da yerə dəyməlidir. Bilirsiniz də, səcdədə 7 əza. Alın, 2 əllərin içi, 2 dizlərin gözü, 2 dənə də ayağın baş barmaqları. Belə deyirsən, Bismillahi və billah. Əssalamu əleykə əyyühən nəbiyyü və rəhmətullahi və bərəkatuhu. Sonra səcdədən başını qaldırıb oturaraq Allahu Əkbər deyirsən. Bir də eyni qayda ilə yenə də yəni səcdə edirsən və sonra səcdədən başını qaldırıb oturursan, Allahu Əkbər deyib təşəhhüdü deməli oxuyursan. Təşəhhüdü irədə demişəm yenə, amma deyirəm. Ki, yəni biləsiniz ayrıca ki, səcdə-i səhvi necə eləmək lazımdır. Elhamdülillah, əşhədü əllə ilahə illəllahu və əhdəhu la şərikə ləh və əşhədü ənnə Muhammədən qəbduhu və rəsuluh. Sonra bir salavat ardıcan deyirsiniz. Yəni, Allahümmə salliq əla Muhamməd və ali Muhamməd. Bundan sonra salam deyirsən. Əssalamu əleykə əyyühən nəbiyyü və rəhmətullahi və bərəkatuhu. Və əssalamu əleykum və rəhmətullahi və bərəkatuhu. Bununla da səcdə-i səhv qurtarır. Onu da deyək ki, namazın bəhsi haqqında geniş danışsaq, gərək risalədə olduğu kimi əvvəldən dəstəmazdan başlayaraq 42-ci səhifədən ən axırıncı namaz üçün əcr tutulma səhifə 287-yə qədər gərək sizə danışam. Hələ bil gərək hardasa 120 vərəq gərək söhbət edək. Bu da mümkün olmadığı üçün mən siz hörmətli dinləyicilərimə bizə ən vacib olan məsələləri hələlik dedim ki, heç olmasa namaz qılmayanlar namaz qılmağa başlasınlar. Namazın şəkkiyatı, səhviyatı, müstəhəbbatı və təəqqübatları haqqında danışsaq, onda gərək günlərimizi ancaq bu bəhs ilə keçirək. Bu da bizdə alınmır, çünki bizim əsas söhbətimiz İmam Hüseyin əleyhissalamın müsibətləri ilə bağlıdır. Bu barədə hələlik bu qədər. Allahın izni ilə gələn söhbətimdə namaz qılmağın qaydaları haqqında danışacağam.
Allah amanında olun. Allah işlərinizə köməklik eləsin. Allah hamınızdan razı olsun. Allah bu günü yenə deyirəm sizə mübarək eləsin. Allah dualarınızı qəbul eləsin, istəklərinizi hasil eləsin. Nə İslami hacətləriniz var, Allah Teala bugünkü günə xatir öz dərgahında qəbul eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.